Yay mövsümünün gəlişi ilə paytaxt sakinləri həm dincəlmək, həm də şəhərin səs-küyündən uzaqlaşmaq üçün bağ evlərinə üz tutur. Lakin bağ evlərinin qapısını açmaq hər ailənin büdcəsinə uyğun deyil. Çünki həm satış, həm də kirayə bazarında qiymətlər əlçatan deyil. Bağ evlərinin kirayəsində yaz aylarına müqayisədə 20-40% artım, satışında isə 15-20% artım olur. Təbii ki, ən çox tələb olunan ərazilərin həm satışında, həm də kirayəsində bahalaşma müşahidə olunur. Dənizə yaxın ərazilərdə infrastrukturu yaxşı olan bağ evlərinə tələbat getdikcə də artır və qiymət baxırsan ki, nə qədər yüksəlir. Keçən ilə nisbətən mən deyərdim ki, satışında 15-20% artım var. Qiymətlər isə seçilən əraziyə və təklif olunan şəraitə görə dəyişir. Elə bağ evləri var ki, onların bir günlük kirayə qiyməti bir aylıq maaşa bərabərdir. Ən çox populyar olan zonalar Mərdəkandır, Bilgədir, Novxanıdır, Buzovnadır. Günlük kirayəsi, yəni bir gün bağ evinin qiyməti 150-300 manat, amma premium bağ evlərində 500-1000 manata qədər çatır. Təbii ki, amma bir aylıq bağ evinin qiyməti 3500-7000 manat, prestijli ərazilərdə isə 10.000 manatdan da yuxarı müşahidə olunur. Alıcıları və kirayəşinləri ən çox düşündürən məsələ isə eyni sahəyə və eyni sot torpağa malik evlərin qiymətindəki kəskin fərqdir. İki müxtəlif mənzildir, eyni sahəsi var, məsələn 3 sotun içərisindədir, 300 kvadrat tikilidir. Nəyə görə bunun qiyməti 300 mindir, digərinin isə məsələn 450 mindir. Təbii ki, sənədinə görə, yerləşməsinə görə, məsələn, daxilin deyək də, hovuzu olub-olmadığına görə, sənədi təbii ki, bugünkü gün hər kəs bizə gəlir ki, bu bağ evinin çıxarışı varmı? Yəni, bunlar böyük təsir göstərir. Bir də əsas yolu, əsas yola yaxın olub-olmamağı, girişi, avtodayanacağı. Yaxşı, bəs bu süni qiymət artımıdır, yoxsa real iqtisadi proses? İqtisadçılar bahalaşmanın təməlində dayanan bir neçə əsas amili qeyd edirlər. Burada torpaq qıtlığı və tikinti materiallarının qiymət artımı əsas rol oynayır. Bağ evlərinin həm kirayəsinin, həm satış qiymətinin artmasının bir neçə səbəbi var. Səbəblər içərisində son illər tikinti xərclərinin, torpaq qiymətlərinin kəskin artmasıdır. Yəni inflyasiya bağ evlərinin tikintisinə və bağ evlərinin sahib olması xərclərini artırır. Bakı ətrafında xüsusən populyar, məşhur istiqamət olan Mərdəkan, Bilgə, Novxan istiqamətlərində bağ evlərinin təklifinin məhdud olmasıdır. Bakıda yay mövsümünün qısa müddət ərzində iyul-avqust kimi qısa müddəti əhatə eləməsi, havaların tələbinin də yüksək olması kontekstində qısa müddətli fəsildə onu gətirib çıxarır ki, qiymətlər həddən artıq artır. Tətil planlayanlar üçün digər bir sual yaranır. Bağ evi kirayələmək sərfəlidir, yoxsa otelə getmək? Vətəndaşın uzun müddətli tətil planları varsa, bağın kirayəsi daha əlverişli ola bilir. Çünki restoran xərcləri qənaət edə bilər. Bağda uzun müddətli dövrüsünü götürdüyünə görə qiymət bir qədər əlverişli ola bilər. Həm də eyni zamanda bağ evlərində daha çox adam qala bilər, nəinki otellər. İqtisadi hesablamalar göstərir ki, müddət uzandıqca bağ evi daha büdcəyə uyğun olur. Lakin bu evləri yayda alıb gəlir gətirən investisiya kimi görmək böyük bir riskdir. Bağ evləri xüsusən də yay dönəmlərində, yay mövsümündə əlverişli investisiya kimi görünsə də, amma ilin digər aylarında onu kirayə vermək həqiqətən problemli olur. Yəni nə qədər gəliri varsa 2-3 ay ərzində bağ evlərində sahibkarlar, investorlar qazanırlar. Amma ilin sonrakı aylarında bağın saxlanma xərcləri var. Bağın ilin sonrakı aylarında boş qalma riskləri çox böyükdür və eyni zamanda da bağlar nisbətən bahalı əmlak növü olduğuna görə onların likvidliyi də şəhər mərkəzi, şəhərin yaxın mənzillərinin likvidliyi ilə müqayisədə çox aşağıdır. Yəni siz bunu alıb sonradan satmaq istəyəndə müəyyən qədər çətinliklərlə rastlaşa bilərsiniz. Görünən odur ki, bağ evi öz statusunu qorumağa davam edir. Həm dincəlmək, həm də investisiya etmək istəyənlər üçün bu bazar həm böyük imkanlar, həm də eyni dərəcədə böyük maliyyə riskləri vəd edir. Seçim isə hər kəsin öz cibinə və planlarına qalır.